qeydə alınıb. Bu səhər paytaxtın Nəsimi rayonu Feyzullah Qasımzadə küçəsi 17 ünvanında mənzildə qadın meyidi tapılıb. İlkin araşdırma zamanı qətlə yetirilən şəxsin 45 yaşlı Məryəm Namədzadə olduğu müəyyənləşib. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, o dərhal qonşulara və polisə məlumat verib. Nə səs eşitdiniz? Heç nə, prosto Günel içəri girəndə bizim zvanığımız bastı, biz də çıxdıq, açdım qapını, gördüm yerdə uzanıb qışqırır. Qadın özü? Özü qız özü. Qadına... Nə qədər soruşdum, heç nə demədim. Dedi ki, qışqırdı ancaq qaçdılar, öldürdülər, aparıblar, 3 nəfər, nə belə bir şey. Onların evinədir, başqa adam nə gəlirdilər, nə gedirdilər, heç kim. Nəsimi rayon polis idarəsi və prokurorluq əməkdaşları hadisə yerinə gəliblər. Hadisə yerinə çağırılan kriminal ekspertlər mənzildən əl izləri götürüblər. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirə salınması istintaq əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur zinət əşyaları mağazasının sahibi olub. Paytaxtın Binəqədi rayonunda da qanlı hadisə törədilib. Kafelərdən birinin qarşısında üzərində bıçaq xəsarətləri olan kişi meyidi aşkarlanıb.